Ana və qızı dəm qazından zəhərlənib. Hadisə Şabran rayonunun Sincanboyat kəndində qeydə alınıb. Belə ki, 34 yaşlı Günay Meylaverdiyeva və onun 9 yaşlı övladı dəm qazı zəhərlənməsi ilə Şabran rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Daha bir dəm qazından zəhərlənmə isə Şabran rayonunun Məmmədəmin Rəsulzadə küçəsində qeydə alınıb. Günay Nuriyeva və onun 2 azyaşlı əkiz övladı dəm qazından zəhərlənib və onlar da Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıb. 9 martda bura 5 nəfər xəstə daxil olub. Şabran rayon mərkəzi xəstəxanasına 2 nəfər reanimasiyaya daxil olub. Reanimasiyaya daxil olan 2016-cı il təvəllüdlü uşaqda artıq bioloji ölüm təsbit olundu və onun anası 91-ci il təvəllüdlü xanımda çox ağır vəziyyətdə idi və ona reanimasyon tədbirlər görüldü. Bu tədbirlər nəticəsində onun həyatı bərpa olundu. Hazırda vəziyyəti yaxşıdır, stabildir, normaldır və müalicəsi davam edir. Digər daxil olan 3 nəfər isə acil şöbəsinə yardım olundu. Vəziyyətləri normal olduğu üçün evə ambulator müalicəyə buraxıldı. Faktla bağlı araşdırma aparılır.